Bu arada Masum Qırmızıgülün anası rəhmətə gedir. Bir neçə gün bundan qabaq rəhmətə gedir. Zaten bunu demək istəyirdim mən. Masum Qırmızıgülə mən həqiqətən onu çox istəyirəm mən. Yəni ona çox simpatiyam var. Düzdür, paylaşmışam, paylaşmağına elə Masum Qırmızıgülün anası dəfn olan günü paylaşmışam mən bu barədə. Ancaq və lakin o anasına çox bağlı adam idi. Anasını həddindən çox düşkün adam idi anasına. Həddindən çox. Masum Qırmızıgülün qeyrəti, mənliyi, şərəfi çox üstün səviyyəli adamdır. Mənim yadıma gəlir, Masum Qırmızıgül, bilməm, Əmrahdan sonra gəldi, yoxsa İbrahim Tatlısəsdən sonra gəldi oxumağa. Orada konsertdə olan adamlar var idi, mənim adamlarımdan da var idi. Danışdılar ki, qızlar, qabaq cərgədə qızlar, belə əl atırdım Əmraha, İbrahimə, mənim bakirəliyimi sən aç. Qızlar sinəsini cırırdı belə, məni sən aç. Məmələrim xoşuna gəlir, belə olan vaxtı. Mənə dedilər ki, orada bəli, orada İbrahim mi, hansı varsa, orada bazlıq eləyiblər, qızlardan özünlə aparan, gətirən olubdur. Amma Masum Qırmızıgül çox mərd insan oldu. Çox tamamilə rədd eləyibdir. Tamamilə belə şeyə çox pis baxıbdır. Bu bir, mən o vaxtdan Masumu sevirdim. Üstəlik, xaraktercə baxanda insanda kişilik xüsusiyyətləri çoxdur. Sözü bütöv, kişilik, mərdlik xüsusiyyətləri çoxdur. Bir dənə Ərdoğana yaltaqlıq eləmədi. Bir dənə xalqın haqqını deməkdən başqa bir dənə boyun əymədi. Amma baxmayaraq ki, onun dostu Mübariz Mənsimov indi işinin xətrinə, nəyinsə xətrinə bilmirəm. Ancaq elə diktatorlara yaltaqlıq eləməklə məşğuldur. Onlara qara para, onların necə deyim, qandırabat mallarını daşımaqdan məşğuldur. Çox möhkəm dostlar Mübariz Mənsimovdan Masum Qırmızıgül. Nəysə, özümün izləyicilərimin adından o dəyərli şəxsə başsağlığı verirəm. Kürdlər də belədir, baxın. Kürdlərin içindən çox dəyərli şəxsiyyətlər çıxır. Sayıları nə bilim 50, 60, 80 milyondur. Dünyaya səpələniblər. Toplu halda yaşadıkları ölkədə var, pərakəndə səpələndikləri də. Amma Kürdlərin içindən çox dəyərli insanlar çıxır. Baxın, dəyərli həmvətənlərim. Vallahi, billahi deyirəm, and olsun Allaha, bu dəfn mərasiminə baxdım, həqiqətən. Bax gör, mən heç hər adam üçün göz yaşı töymürəm mən. Hər adam üçün sızlamıram mən. Öz xalqım üçün sızlayıram, şəhid anaları, qazilərimiz, o durumları, o körpələrimizə baxanda sızlayıram heç. Amma mən hələ yadıma gəlmir ki, hansısa dünya səviyyəli, Türkiyə olsun, dünyanın harası olur olsun, hansısa bir iş adamı, hansısa böyük bir adam, hansısa böyük bir tanınmış musiqiçi, siyasi, kimin üçünsə gözlərim dolsun, göz yaşı tökdüyüm mənim yadıma gəlmir. Həyatı boyu yadıma gəlmir. Həyatı boyu. Ancaq haqq üçünə dəfn mərasiminə baxdım, göz yaşımı saxlaya bilmədim. Yəni, həqiqətən də həyatda ümumiyyətlə mən öz düşüncə, arzularından biri odur ki, gələcəkdə haçansa, prezident olsam da, olmasam da, Masum Qırmızıgüldən ən azından bir dəfə görüşmək istəyərdim, belə deyək. Görüşmək istəyərdim. Çox dəyərli şəxsiyyətdir. Çox dəyərli adamdır. Çox mərd kişinin halal süd əmmiş adamdır. Mən birinci dəfədir ki, mən xarici vətəndaş, tanınmış bir adam üçün gözüm dolur, göz yaşımı saxlaya bilməm. Həyatda birinci dəfədir, o da Masum Qırmızıgülün. Çünki onu sevirəm. Kral budur, İbrahim Tatlısəs diktator dəstəkləməkdən, nə bilim, nələr. İbrahim Tatlısəs ümumiyyətlə çox pis işlər görüb. Çox qadınları yoldan çıxardıb, çox qadınların da
Çox kişilərin qadınlarını boşadıb, çox ailələr dağıdıb. Ancaq Masum Qırmızıgül kişi oğlu, kişidir. Həyatda da kişidir, yekdir. Sənətində də kişidir, yekdir. Allah Masum Qırmızıgülə, ailəsinə başsağlığı verirəm. Özümün və izləyicilərimin adından Allah səbr versin deyirəm. Həqiqətən çox üzüldüm. Həqiqətən. Vallahi billahi. Və mən hər zaman mən bilirsiniz, insanın mahnısına baxanda, qulaq asanda, kiməsə mahnısına qulaq asanda, onun şəxsi keyfiyyətlərini, kişiliyini, şəxsi, qadın da olsa, kişi də olsa da, şəxsi keyfiyyətlərini nəzərə alaraq baxıram. Mən bilirəm, Röya məni çox istəyir. Röya. Mən bilirəm, müğənnilərin hansı məni çox istəyir. Sadəcə, sabah da onu mənim əleyhimə danışdırmasalar yaxşıdır. Sadəcə ona qulaq asanda Mamış dediyi yadıma düşür. Mənim Aygünə baxanda başqa, heç birinə baxa bilmirəm. Baxa bilmirəm. İbrahimə baxanda belə, Asenaya baxanda götür başı çılpaq nəmlə. Yeganə izlədiyim, tək-tük izlədiyim, bizimki Səxavətdir, nə bilim nədir, arada bir Manafə qulaq asıram. Onda o gədəliyi yadıma düşəndə baxmıram. Səxavətə qulaq asıram. Məhəbbət Kasımova. Var. Yəni, xarici müğənnilərdən də ən çox sevdiyim kraldır, kral. Və ondan da güclü adam müğənni tanımıram mən. Türkiyədə. Masum Qırmızıgül.